İnsan gərək haqqı sevə, haqqın düşmənləri var ya bugün insanlığı oda tuturlar. İnsanların başına od yağdırırlar, qan tökürlər. Baxırsan görürsən dünyanın hər tərəfində günahsız uşaqlar öldürülür. O insan haqlarından, azadlıqlardan danışan dövlətlərin hamısının gözünün qabağında yox. Xeyir duası ilə bu işlər edilir. Bax o zalim düzen var, onun başında dayanan o alçaqlar var. Bax onların nifrəti bir insanın qəlbində olmasa, onu göstərir ki, onun imanı kamil deyil. Haqqı sevdiyin qədər nə haqqa gərək nifrət eləyəsən. Bu insanın ruhunda bir müvazinətdir. Bu ruhunun müvazinətini saxlayır. Beynəlxalq hüququn ayaq altında tapdalanmasının ən bariz nümunəsi Fələstin münaqişəsidir. Bütün demokratiya, insan haqları haqqında danışılan sözlərin hamısının nağıl olması üçün heç nə, bir ağzını açdı denəm sakit deyən, bax orada baş verənlərə. Heç nə danışma, nağıl danışma mənə. Gəliblər bir xalqın içində dövlət yaradıblar, süni şəkildə təcavüz ediblər, torpaqları işğal ediblər, günahsız insanları qətlə yetirirlər. Bunun hamısını qoyurlar özünü müdafiə hüququ, böyük dövlətlər də buna göz yumur. İrad bildirmir, onları dəstəkləyir. Sonra gəlib kiməsə insan haqları haqqında nağıl oxuyanda ayıq adamlar deyir ki, bəllidir ki, bunlar hamısı oyun.